Təqiyyə. İndi isə gəlin şiə hədis mirasındakı problemin ikinci, bəlkə də daha dərin bir hissəsinə toxunaq. Təqiyyə məsələsinə. Bir tərəfdə uydurulmuş yalan xəbərlər olduğu kimi, digər tərəfdə imamlara nisbət edilmiş saysız hesabsız səhih hədislərin belə güya təqiyyə olaraq, yəni əsl məqsədi gizlətmək üçün deyildiyi iddia olunur. Bu vəziyyət o dərəcədə gülünc bir həddə çatıb ki, praktiki olaraq imamlardan gələn istənilən xəbərin təqiyyə olduğunu iddia etmək mümkündür. Buna ən gözəl misal Zurarə bin Ayunla bağlı bu hekayədir. Səhih bir sənədlə rəvayət olunur ki, Zurarə İbn-i Səmmak adlı birinə deyir: "Əgər İmam Cəfərlə görüşsən, ondan mənim üçün soruş, mən cənnət əhlindənəm, yoxsa cəhənnəm?" İbn-i Səmmak bu sualdan dəhşətə gəlir, lakin Zurarə israr edir: "Narahat olma, o bunu bilir." İbn-i Səmmak imamın yanına gedib bu qəribə sualı verdikdə, imam cavab verir: "O cəhənnəm əhlindəndir." İbn-i Səmmak heyrətlə soruşur: "Sən bunu haradan bilirsən?" İmam cavab verir: "Kim mənim belə bir şey bildiyimi iddia edərsə, o cəhənnəm əhlindəndir." Hekayənin ən maraqlı yeri isə İbn-i Səmmakın geri qayıdıb bu cavabı Zurarəyə çatdırmasıdır. O imamın "sən cəhənnəmliksən" dediyini eşidəndə heç narahat olmadan gülümsüyür və deyir: "Ey Abdullah, narahat olma, o bu cavabı sənə Nuray kisəsindən verib." İbn-i Səmmak soruşur: "Nuray kisəsi nədir?" Zurarə cavab verir: "Yəni səninlə təqiyyə edib." Bilmək lazımdır ki, Zuraranın burada iddia etdiyi təqiyyə ümmətin əksəriyyətinin tanıdığı təqiyyə ilə eyni deyil. Bütün İslam ümməti qorxu və təhlükə anında, yəni zərurət halında, canını və malını qorumaq üçün təqiyyə etməyin, yəni həqiqəti gizlətməyin icazəli olduğuna inanır. Bu Quranda da açıqca bildirilən bir rüxsətdir, bir istisnadır. Lakin İmami şiələrində təqiyyə bu dar çərçivədən çıxarılıb tamamilə başqa bir məna qazanıb. Onlarda təqiyyə sadəcə zərurət halında bir rüxsət deyil, o ümumi bir prinsipdir, daimi bir vəziyyətdir və 12-ci imam zühur edənə qədər davam edən kütləvi bir haldır. Və ən əsası, o bir rüxsət deyil, vacibdir. İbn Bəbəvey Əl-Qummi yazır ki, təqiyyə zalimların dövlətində bizim üzərimizə vacib buyurulmuş bir fərzdir. Kim onu tərk edərsə, İmami şiələrin dininə müxalif olmuşdur. O, hətta İmam Sadiqə belə dediyini nisbət edir: "Əgər desəm ki, təqiyyəni tərk edən, namazı tərk edən kimidir, doğru söyləmiş olaram. Təqiyyə vacibdir, Əl-Qaim çıxana qədər onu tərk etmək icazəli deyildir." Başqa bir rəvayətdə isə, güya imam deyir: "Təqiyyə mənim və atalarımın dinidir, təqiyyəsi olmayanın dini yoxdur." Və ən məşhur rəvayətlərindən birində, dinin 9-u təqiyyədədir, təqiyyəsi olmayanın dini də yoxdur. Məhz bu rəvayətlərə əsaslanaraq İmami şiələri təqiyyəni iki növə ayırıblar. Birincisi, təqiyyə xəvfiyyə, yəni qorxu və təhlükə anında edilən, bütün müsəlmanların qəbul etdiyi təqiyyə. İkincisi isə təqiyyə müdaratiyyə, yəni heç bir qorxu və təhlükə olmasa belə, sırf müxaliflərlə yola getmək, onlarla ünsiyyətli olmaq üçün edilən təqiyyə. Və müasir dövrün ən böyük şiə mərcilərindən olan Əbulqasim Əl-Xuyi açıq şəkildə yazır ki, məhz bu ikinci növ təqiyyə şiələr üçün vacibdir. Əl-Xuyi bu iddiasını dəstəkləmək üçün yuxarıda bəhs etdiyimiz o hədisləri təqiyyəsi olmayanın dini yoxdur, təqiyyəni tərk edən namazı tərk edən kimidir sadalayır və soruşur: "Görəsən, bunun vacibliyinə dəlalət edə biləcək bundan daha güclü bir ifadə ola bilərmi?" O, qəti şəkildə bildirir ki, təqiyyə o qədər vacibdir ki, onu tərk edən dinsiz hesab olunur. Əslində, bu qədər ifrat bir təqiyyə fikrinin ortaya çıxmasının səbəblərini anlamaq çətin deyil. Məhəmməd Əl-Baqir və Cafər Əs-Sadiq zamanından başlayaraq, onların adından o qədər çox yalan hədislər yayılırdı ki, bu böyük alimlər özləri həmin yalanları açıq şəkildə inkar etməyə, o yalancı raviləri lənətləməyə məcbur olurdular.
məhz bu problemə qarşılıq olaraq bəzi ifratçı şiyyələr bu təqiyyə məsələsini ortaya atdılar. Onların məntiqi bu idi. Əgər imamların sözləri bir-birinə və ya bizim əqidəmizə ziddirsə, deməli onlardan biri mütləq təqiyyə olaraq deyilib. Beləliklə, onlar təqiyyəni öz daxili ziddiyyətlərini və imamların adından uydurulan yalanları ört-basdır etmək üçün universal bir alətə çevirdilər. Lakin şiyyələrin bu geniş yayılmış təqiyyə adəti onlar üçün çox ciddi, hətta həll edilməsi qeyri-mümkün olan problemlərə gətirib çıxarıb. Çünki əgər imamlar dedikləri sözlərin bir çoxunu, hətta bəlkə də əksəriyyətini təqiyyə olaraq deyiblərsə, o zaman sonraki nəsillər onlardan gələn hansı xəbərin həqiqi, hansının isə təqiyyə olduğunu necə müəyyən edə bilərlər? Bu sual şiyə alimlərini əsrlər boyu dərin bir heyrətə və istiraba salıb. Şeyx Saduqun atası yazır, qeyb dövrü başladığı üçün rəvayətlərə ixtilaf düşdü. Əgər təqiyyə və qorxu olmasaydı, heç kim heyrətə düşməzdi, 2 nəfər belə ixtilaf etməzdi. Böyük mühəddis Yusuf Əl-Bəhrani isə daha da acı bir etiraf edərək yazır ki, dinin hökmlərindən az bir hissəsindən başqa heç bir şey yəqinliklə bilinmir. Çünki imamların xəbərləri təqiyyə xəbərləri ilə tamamilə qarışıb. İmamlar özlərini və şiyyələrini qorumaq üçün fərqli-fərqli, hətta bir-birinə zid fətvalar verirdilər. Əl-Bəhrani bu dəhşətli problemi isbat etmək üçün Əl-Kafidən muvassaq, yəni səhihə yaxın bir sənədlə rəvayət nəql edir. Rəvayətə görə böyük ravi Zürarə İmam Baqirə şikayət edir. İraqdan gələn şiyyələriniz sizə eyni sualı verirlər. Siz isə onların hər birinə tam fərqli bir cavab verirsiniz. İmam cavab verir. Ey Zürarə, bu bizim üçün daha xeyirli və sizin üçün daha salamatdır. Əgər siz bir rəy üzərində birləşsəniz, insanlar sizi dərhal tanıyarlar və bu həm bizim, həm də sizin salamatlığınız üçün pis olar. Əl-Bəhrani bu rəvayəti şərh edərək deyir ki, imamların məqsədi öz şiyyələrini qəsdən ixtilafa salmaq, onları parçalamaq idi. Güya, əgər şiyyələr bir-biri ilə mübahisə edən, fərqli-fərqli fikirlər söyləyən kiçik qruplara bölünsəydilər, o zaman ümumi müsəlman kütləsinin içində zəif və əhəmiyyətsiz görünəcəkdilər və beləliklə də hakimiyyətin diqqətini çəkməyərək təqiblərdən qurtulacaqdılar. Bu, ağıl sığmaz bir metoddur. Yəni, imamlar öz ardıcıllarını zülümdən qorumaq üçün onları bilərəkdən dinlərində çaşqınlığa və ixtilafa sürüklüyürdülərmi? Başqa bir səhih rəvayətdə İmam Sadiqə şiyyələrin məsciddə eyni namazı fərqli vaxtlarda qılmasından şikayət edirlər. İmam cavab verir, onlara bunu mən əmr etmişəm. Çünki əgər eyni vaxtda qılsalar, onları tanıyarlar və boyunlarını alarlar, yəni ələ keçirərlər. Bir başqa hekayədə isə bir nəfər imamın yanına gəlir, eyni ayə haqqında 3 fərqli insana 3 fərqli cavab verdiyini görür və ürəyi şübhə ilə dolur. Öz-özünə deyir, mən Çamdakı kiçik qrammatik səhvlər belə etməyən alimləri tərk edib, bura eyni ayəyə 3 fərqli cavab verən birinin yanına mı gəlmişəm? Sonra imam onun ürəyindən keçənləri hiss edib, ona təqiyyə etdiyini başa salır. Bu hekayələrdən sonra insan özünə bu sualı vermədən dayana bilmir. Bütün bu etiraflardan, bütün bu rəvayətlərdən sonra şiələrin imamət fəlsəfəsinin özündən, yəni ümməti ixtilafdan qorumaq idealından geriyə nə qalır? Beləliklə, bütün bunları qeyd etdikdən sonra deyə bilərik ki, bu təqiyyə prinsipi şiə alimlərini həqiqətən də çox ölçüsüz, çox çıxılmaz bir yola salıb. Onların içərisində bəziləri, demək olar ki, hər xırda məsələdən tutmuş, ən ağır etiqadi məsələlərə qədər hər şeyi təqiyyə ilə izah etməyə meyl edirlər. Hətta Əl-Məclisi kimi nəhəng bir alim, Adəmin harada yerə enməsi, Həvvanın nədən yaranması, Yunus Peyğəmbərin balığın qarnında nə qədər qalması kimi heç bir fikhi və ya etiqadi əhəmiyyəti olmayan, sırf tarixi xəbərlərdəki ziddiyyətləri belə təqiyyə ilə izah edir. Bu bizə şiyyələrdəki təqiyyə nəzəriyyəsinin hansı dərəcədə geniş və sərhədsiz tətbiq edildiyini göstərir. Beləliklə də onların rəvayət mirasında bir tərəfdə yalan və uydurma hədislər problemi varsa,
bundan daha da ağır olan təqiyyə problemi var. Çünki əgər imamlar həqiqətən də təqiyyəni bu qədər sərbəst istifadə ediblərsə, o zaman onlardan gələn hansı rəvayətin həqiqi, hansının isə təqiyyə olduğunu necə müəyyən etmək olar? Bu çox çətin sual həqiqətən də bir çox səmimi şiyə zehnini məşğul edib. Müasir alimlərdən Mühyiddin Əl-Qureyfi yazır: hədislərin xeyli bir hissəsi Əhl-i Beytdən təqiyyə olaraq öz həqiqi rəylərinə müxalif şəkildə sadir olub. Həmçinin hədislərin xeyli bir hissəsi onsuz da yalancı ravilər tərəfindən uydurulub. Biz hər hansı bir hədis toplusunun bu iki qrupdan hansına aid olduğunu dəqiq bilmədiyimiz üçün onları etibarlı xəbərlərdən necə ayıra bilərik? Belə olan halda sənədi səhih olan bütün xəbərlərə belə necə əməl etmək olar? Cəfər Əş-Şuxuri isə bu problemin praktik nəticələrini şərabın nəcis olub-olmaması məsələsi üzərindən göstərir. O deyir ki, şiə alimlərinin bir qrupu şərabın təmiz olduğunu deyən rəvayətləri təqiyyə hesab edərək, onun nəcis olduğuna fətva verirlər. Digər bir qrup isə əksinə, şərabın nəcis olduğunu deyən rəvayətləri təqiyyə hesab edərək, onun təmiz olduğuna hökm edirlər. O bu misaldan sonra acı bir etirafla deyir: bu misal təqiyyə yerlərini müəyyən etməkdə tam bir xaosun olduğunu göstərir. Əgər istəsəydik, başqa onlarla misal gətirib ayrıca bir kitab yazardıq. Əş-Şəxurinin bu misalı xüsusilə maraqlıdır. Çünki şərabın nəcis olması bütün sünni məzhəblərinin ittifaq etdiyi bir məsələdir. Bəs əgər şiə imamları sünnilərin ittifaq etdiyi bir məsələyə müvafiq fətva verdikdə, bəzi şiə alimləri bunu təqiyyə adlandırırsa, o zaman onlar kimdən təqiyyə edirdilər? Şərabın təmiz olduğunu iddia edən o rəvayətləri kimin xatirinə deyirdilər? Məsələ o qədər qarmaqarışıqdır ki, Muhammed Baqir Əs-Sadr kimi böyük bir alim bu izahları bir-bir təhlil edir, lakin sonda heç bir qənaətbəxş nəticəyə gələ bilmir. O, güya imamların zalım hakimlərdən çəkinərək belə dediklərini irəli sürən izahı rədd edərək soruşur: necə təsəvvür etmək olar ki, imamlar zalım hakimlərin fasiqliyinə bəraət qazandırmaq üçün həqiqətə zidd fətva versinlər? Belə bir hərəkəti heç sıradan iffətli bir sünni fəqihi belə etməz, o ki qaldı Əhl-i Beyt imamları edə. Təqiyyə etiqadının şiə hədis mirası üzərində buraxdığı bu dağıdıcı izi bəlkə də ən yaxşı ifadə edən müasir dövrün ən görkəmli şiə mütəfəkkirlərindən olan Heydər Hubbullahdır. O, çox böyük bir cəsarətlə yazır: İmamilərdə təqiyyə nəzəriyyəsi o qədər böyüyüb ki, onlar Əhl-i Beytin bir çox hallarda doğru olmayan bir metodla, həqiqətə müvafiq olmayan şəkildə yeni hökmlər verdiklərini iddia edirlər. O deməkdir ki, bir hədisin ağla və ya reallığa zidd olması bizim onun uydurma olduğuna hökm verməyimizə imkan vermir. Çünki ola bilsin ki, imam onu həqiqətən də deyib, amma təqiyyə olaraq deyib. Bu səbəbdən imami şiələri sünnət əhli kimi uydurma hədislər haqqında ayrıca kitablar yazmayıblar. Çünki istənilən qəribə hədisi təqiyyə adı ilə bir təhər yozmaq mümkündür. O, daha da irəli gedərək bu vəziyyətin acı nəticələrini belə ifadə edir: təqiyyəyə bu cür ifrat dərəcədə sarılmaq başqalarının əlinə şiələrə qarşı ən güclü arqumenti verir. Onlar deyirlər ki, bu tayfanın alimlərinə heç bir şeydə etimad etmək olmaz. Çünki onların bütün işləri kələkbazlıq və təqiyyə üzərində qurulub və onların həqiqi rəylərini bilmək mümkün deyil. İçimizdən bəziləri imamları elə təsvir ediblər ki, sanki onlar hər gün fərqli bir söz deyən, hiyləgar, qapalı insanlar olublar. Hər dəfə öz şəxsi qəmaitimizə görə problemli hesab etdiyimiz bir hədislə qarşılaşanda dərhal bu təqiyyədir deyərək öz canımızı qurtarırıq. Bəs bu həqiqətən də dini öyrətməyin bir metodudur, yoxsa bəzi rəvayətləri və raviləri qorumaq üçün uydurulmuş çaşdırıcı hiylədir? Heydər Hubbullah sözlərini daha da kəskinləşdirərək davam edir: minlərlə hədisdə onları haqq olmayan sözlər deməklə tanıtmış olmağımız necə izah edilə bilər? Bunun bir neçə səbəbi var.
Onlardan biri bəzi raviləri yalançılıq ittihamından təmizə çıxarmaqdır. Yəni biz raviləri qorumaq üçün öz imamlarımızı qəsdən yalan danışan şəxslərə çevirmişik. Və bu o həddə çatıb ki, imamlar güya bugün yanlarına getsən sənə bir şey, sabah tək getsən başqa bir şey deyən etibarsız insanlara çevriliblər. Həqiqətən də məsələ Şeyx Hubbullahın dediyi kimidir. Möminlərin əmiri Əli ibn Əbi Talib xəlifə olduğu və siyasi gücü tamamilə əlində tutduğu bir dövrdə belə icra etdiyi bir çox işlər və atdığı bir çox addımlar İmami şiyələrinin sonradan formalaşan əqidəsi ilə tam bir ziddiyyət təşkil edir. Məsələn, Əlinin ona qarşı vuruşmuş insanlarla, Cəməl və Siffin iştirakçıları ilə müsəlman kimi rəftar etməsi, onların əsirlərini öldürməməsi, onların mallarını qənimət götürməməsi, onların ailələrini kölələşdirməməsi, bütün bunlar İmami məzhəbinin sonraki dövr qaydalarına görə qəbul edilməzdi. Çünki onların əqidəsinə görə məsum imama qarşı vuruşmaq ən böyük küfürdür və sahibini dindən çıxarır. Bəs niyə Əli onlarla mürtədlər kimi deyil, müsəlmanlar kimi davrandı? Bu dərin problemi həll etmək üçün böyük alim Əş-Şərif Əl-Mürtəda inanılmaz bir izah verir. O iddia edir ki, möminlərin əmri ümməti idarə edərkən öz bildikləri ilə davranmaq imkanına sahib deyildi. Əksinə, o, təqiyyə içində idi və düşmənləri ilə gözəl davranmağa məcbur idi. Çox qəribə bir halla qarşı-qarşıyayıq. Əgər öz xilafəti dövründə ən güclü olduğu bir zamanda belə imam təqiyyə etməyə, öz həqiqi inancını gizlətməyə və dinin əsl hökmlərini tətbiq etməməyə məcbur idisə, bəs o zaman bu imamət fəlsəfəsinin, bu məsum rəhbərliyin nə mənası, nə əhəmiyyəti qalır ki, əgər imamın öz vəzifələrini yerinə yetirməsi onsuz da ona tabi olan mömin bir cəmiyyətin varlığından asılıdırsa, elə bir cəmiyyətin zaten imamsız da öz yolunu tapması mümkün deyildimi? Bütün bunlardan sonra təqiyyə iddiasının sadəcə olaraq məzhəbin daxili ziddiyyətlərindən və tarixi reallıqla uyğunsuzluqlarından çıxmaq üçün uydurulmuş bir hiylə, bir fənd olduğu qənaətinə gəlməmək mümkündürmü?